Açaram sandığı, tökərəm pambığı. Bilirsiniz. Bilənlər bilir mən nə deyirəm. Bu dəqiqə hamısı oturub baxırlar. Gedirsiniz, padruqanda başa düşürəm. O biri tərəf padruqanda, bu biri tərəf padruqanda, sağın solun padruqanda hamısı. Başa düşürəm. Gündə danışırsan, məlumatları sənə ötürürlər. Ötürsünlər, ay bala adınızı çəkmirəm. Heç Qumral yenə deyirəm, o mahnını Qumral oxuyanı mən bilmirdim onu oxuyub. Gördünüz, baxın efirə, bizim üzümüzün mimikasından, yəni mənim narazıçılığım var idi orada. Qoy görün bu Toliki necə eləyim bunu, deyir məni deyəm Toliki alıram bir dəqiqə. Ay Allah, necə alırlar bunu? Qoy bir dəqiqə Toliki mən, ayda. Boşa vurmuşsan, necə başqa? Yox, dayan görüm, heç əsəbləşən də bilmir. Yan, otur, kamera. Necə alırlar, qonaq bilmirəm ki, Tolik. Məni misafirə alın, hə? Necə eləyirlər, misafirə alırlar? Bilmirəm ki, TikTok'dan başınca. Qoy görüm, budur bəlkə. Alınsan, neçələ? Tarix Əliyev. Printi, qoy görüm. Yazsınlar da. Aldım. Dəlanə xanım, axşamınız xeyir. Axşamın xeyir, Tolik. Allah haqqı evdəydim, hindi girdim, baxdım yayınınıza. Bilirsiniz də xətrinizi necə çox istəyirəm. Allah Bəlkə səndən razı olsun. yeganə aparıcılardanam ki, heç kimin sözü ilə oturub durmamışam. Ay mən sənin efirə gələrəm. Ay nə bilim filan kəs gəlsə mən sənin efirə. Mən bilirsiniz də mən sizə xətrinizi istəyirəm. Musa müəllim sənətkardır. Mən bugün də dedim, mən gecə Qumralın səhifəsində gördüm bu videonu. Özüm nə Qumrala yazdım. Bax Qumral yanınızdadır, Allah şahididir. Mən Qumral deyir yanınızda indi. Mən onu ekran kaydı elədim, attım qrupumuza ki, sabah Niyamətli müəllimi əslində mən Elitstar cəmliyə görə çağırmışdım ki, Niyamətli müəllim toxunulmaz insandır. Necə ki bugün Musa müəllim mahnıları vardı, onun elə bir dənə ey vətən oğlu toxunulmazlığını edibdi onun yəni. Amma Niyamətli müəllimlə sonuna qədər mən danışanda o bilmirdi. Mən haqqa girməyim. Bax, mən bilirsiniz ki, mən yaltaq adam deyirəm, heç kimdən çəkinmirəm də. Mən, bax, düzün deyəcəyim də, 2 saat bundan qabaq Röya xanım mənə də zəng vurmuşdu Qumrala görə. Dedi, orada siz məni qəfildən, o sənəndən danışırdı. Mən telefonu aldım, o heç bilmədi o efirdərim. O dedi ki, mənim Qumralla heç bir problemim yoxdur ya mahnının üstündə. O mənə bəzi sənədlər göndərib, sabah Qumrala göstərəcəyəm. Türkiyədə bir neçə mahnı müğənni məhkəməyə verib. Deyir ki, amma mən də sizin kimi fikirləşdim ki, bəzi o yaltaqlar var, o birisi tərəfə yaltaqlanmaq üçün təranəni efirə çağırmayın, Musanı efirə çağırmayın. Güya Qumral o efirə getməsə, təranə getməsə acından öləcəklər də. Mən də belə düşündüm ki, o bəzi bizim camiyyədə kişi müğənniləri var ki, qadınlar tutulanda sevinirlər ki, filan kəsi tutdular. Nə bilim, özlərindən də belə başa düşdünüz. Mən onlardan nə qorxmuram, belə mənim vecimə də deyil. Hodri meydan istəyir gəlsin, mənim ürəyi var, zəng vursun, mən ona sözümü, mən danışmaq istəmirəm, hə, mən danışsam, bəzi adamların gecəsi gündüzə qarışar. Mən bu ölkədə oturub dövlətimi sevən adamam da. Mən nə burada, nə Almaniyada, nə də heç yerdə oturub mənim devlətimdən narazı ola biləcək hələ dünyaya o müğənni gəlməyib. Yəni mən Tolikam, yəni onlar bilir mən nə deyirəm və işdirlər. 8-7 minə yaxın adam var. Amma Röyaya qalanda isə, bayaq Röya məmnunum. Eşidirsiniz məni Təranə xanım? Gəlir mənim, səsim gəlir. Bəli. Mən eşidirsiniz siz. Mənə bayaq 2 saat bundan qabaq Niyalətdəydim, zəng vurdu. Dedi, mən baxdım YouTube-a. Yox, dedi, mənim Qumralla heç bir problemim yoxdur ya, mahnı da qurbandı. Ondan neçə mahnısını istəyir, oxuyur. Birdən deyir, səhv anlaşılar ki, mən dedi, burada yaşamıram, onlar da bilir də, niyə görə xaricdəyəm, qayıdıcıyımsan. Yəni, biləsiniz ki, Qumralla şəxsi, hətta Qumralın ona yazdıqlarını atmışıq, o onun köynə nömrəsidir. Qumrala göstərəcəyəm bayaq. Yəni, mən bura niyə girdim ki, siz... Niyə bloka atıblar sırazı?
Yok nömrə bağlıdır. Getməyib görmürsünüz bir quşdur orada. O da mənə atdı ki görmürsən bir quşdur. Əgər çatsaydı WhatsApp'da 2 quş olacaqdı. Yəni dedi ki mənim sizə andım yox. Özdə mənim deyir Qumralla yəni bilirsiniz məndə indi yazışmalar var və mən sabah onu Qumrala Lazım deyil. Mənə tolik fakt lazımdır ki, sənin verilişində onun danışmaqları var idi ha. orada O kişi yazıq kişi oturub orada sakit adam. Mən yenə deyirəm. deməli necə olub sabahları Qumrala verilişdən qabaq bütün o sənədləri göndərəcəm. O başa düşəcək və o deyir ki Qumral nəinki bu mahnına ürəyi istəyən mahnını əmisi olaraq böyük nə bilim deyir necə qəbul eləyir də bir kəlmə ona desin deyir yaşlı adamda o da deyir ay efrimdə dedi mənə deyir desin heç bir iki nəfər adam var deyəcəyəm hansılar ki Yaşlı adam yığıblar deyim mənə görüm. Axı yaşlı adam nə edib ki? Onu yaşlı adam sildirib. O Niyaməddin müəllimin heç xəbəri yoxdur o şeydən. Gördün ya. onu Nadir götürüb birincidən mahnını görən kimi qara listə alıb. Onlara o deyib oradan. Ondan sonra incəliyiblər. Yoxsa böyle bir şey deyir. Deyir, mahnı da hamı oxuyub. Deyir, Qumral bizə deyir onlardan da yeri gələndə yaxındır. Haqqına girməyim də adamın. Yəni mənim nəyim, məni bilirsiniz də. Mənim dünya ilə verişimə deyil. Mən Niyaməddin müəllimi başqa şeyə görə çağırmışdım. Amma mən Qumrala niyə pis oldum ki? Onsuz da illərlə də bu söz söhbətlər gedir. Bəziləri altdan türkülər var ha sevindilər ki ay Allah mən istəmirəm ki cəmiyyət elə bilsin ki necə oldu Niyaməddin müəllim 3 ay bundan qabaq Musa haqqında yaxşı fikir bildirdi. Ay balam bu da Musa'nın sevdiği seçtiği kadının evladıdır da. Deyir şirindirsə siz bayaq deyirsiniz mən xoşlamıram belə şeylər. Valla cemaat əri ola min dənə kişi ilə gəzirlər çıxırlar efirdə qardaşım deyirlər. Ağız dolu da belə deyirlər ha qardaşım mənim. Amma Moskvada otellərdə bir otaqda qalırlar. Biz qulağımıza yemirik yeməyi biz ağzımıza yeyirik. Yox, bir dənə olar, Tolik sən danışdın mən qulağım. Yəni Qumral da çox yaxşı qızdır, mən onun xətrini istəyirəm. Əziyyəti ilə pul qazanır, gedir oxuyur, cəmaat onu sevir. Mən pis oldum, mən şəxsən bir dənə başqa mahnı olsaydı başqanın vecimə də olmazdım. Niyaməddin müəllimin mahnısı Qumralda silinməyinə şəxsən özüm pis oldum ha. Şəxsən mən pis oldum ki, niyə bu qızı belə hər dəfə çalışırlar bunu belə qıraqlasınlarsa, niyə olmalıdır da belə də? Tolik, bilirsən, mən o şeyə qulaq asdım, televiziyaya qulaq asmamışam, efirinizə baxmamışam. Efirdən kəsilib ki, hansı ki TikToklarda belə göndərirlər də mənə də, indi necə ki sənə bir şey Yox, göndərir. təbii, o əslində şok oldu ki, məni efirə niyə bağladınız? Əslində o eşitmədi ki, biz efirdik. Mən dedim ona ki, siz canlı efir, o bilmədi. Sonra dedi ki, axı mən efirdəyəm, niyə belə danışıram? Dedim, siz pis Qumral haqqında eşitmədiniz. O da elə bildi ki, efirdə deyil. Qəşəng də biri. O bilmirdi. Yox bilmirdi. Qumral orada idi. Qumral, sən canım o bilirdi ki efirdeydi. Yo dedi ki siz nəyə görə mənə demirsiniz? O dedi siz mən niyə deməmiş məni efirə deyil. Mən elə bilim sizinlə danışıram. Sən Tolik ona sual verirsən ki, Qumral orada cütləşmiş deyib ona görə deyirsən. Onu mənim həkimim dedi. Həkimim var ya Yeganə xanım YouTube. Dedi ki orada Niyaməddin müəllimin adına yazıblar ki o orada cütləşdirilmiş deyib, cütləşmiş deyib. Niyaməddin müəllim dedi ki hansı mahnıdan söhbət gedir? Dedim ki belə elə. Mən deməmişəm onu. Mən də sadəcə deyirəm ki, bir insan bir musiqini yazır. Bir musiqini yazır. Onun musiqiyə cavabdehdir. Yenə deyirəm, ola bilər Röya Niyaməddin müəllimin varisidir, onun musiqisini qoruyur. Amma Məmməd Arazın varisi deyir ki, o deyir cütləşmiş. Sənə nə var? Cütləşmiş deyib, cütlənmiş deyib. Ya nə deyibsə, onu söz yazarının varisi var. O tələb Rəna xanım, bu mahnını bilirsiniz niyə biraz qloballaşdırırlar? Bu mahnı bilirsiniz də illərlə çox aktual mahnı olub. Hətta bu mahnı bu günləri Musa müəllimin mahnısını kimsə sözünü deyirsə, mən ona məsəl Qumral, onu ola bilər. O qədər bizim xalq artistlərimiz səhv bıraxıblar ki, xalq artistləri var, mahnı oxuyublar, sözünü deyişiblər. Biri deyib qal sənə qurban, biri deyib gəl sənə qurban, biri deyib nə bilim getsə, hərəsi bir sözünü deyişib. Amma Qumralda bu olmamalıydı. Qumral onsuz da illərlə bu problemdə ən çox əziyyət çəkən Qumraldır. Pis oldum, mən şəxsən pis oldum. Və mən də düşündüm ki, əgər o tərəf edirsə, çox nahaq yeri edir. Bilirsiniz, Allah qarğa deyir, insanın pərt eləmək lazımdır. Onun bir dənə sözü var ki, nə oldu mən sizin gözünüzdə? 1000 dəfə Qumraldan pis bir mahnı oxuyanlar olub. 1000 dəfə pis oxuyublar ha Qumraldan.
Ne valla Kumral kim ne diyeyim ben Kumral'ın ne giryetini çekirim eri yanında atası yanında ama o kız da sevilir de siz zorla insanların elinden kiminse sevgisi alabilmezsiniz. Yani, Bu da rəqsanə deyil. Rəqsanə tutuldu, bəziləri rəqsanənin yerinə toylara getdilər. Çıxanda bir dəfə zəng vurub demədilər. Rəqsanənin hesabına, rəqsanə tutulandan 2 gün sonra getdilər Sapfirdə toy apardılar. Rəqsanənin hesabına ya. Bir neçə toy onlara verdiler. Çıxanda bir rəqsanəyə zəng vurub demədilər ki, Allah qapı açsın, balaban yanına qayıtdı. Ne olar? İşte de insan başına gəlir. Ne olar? Neye göre sevinirsiniz? Ay Allah, hamısı ətəyindən namaz qılanlar olmuşuq. Ay Tolik. Ay can. Canım bir bala. Mən bilirsən niyə belə şeylər? Mən bu günləri bütün günü yol gedə-gedə, o şou proqrama gedə-gedə. Mən baxıram ki, bu nədir ki, bu belə zəng eləyib? Yo, nə? O eləməmişdi zəng. O zəng efir eləməmişdi. O Sənanla danışırdı. Ben ona dedim kimdi? Dedi Röyadır. Ben aldım qəfildən əlindən. O hiç efirə yığmamışdı. Adamın o Kumral'la hiç bu barədə mənimlə danışmayacaqdı. O dedi ki Tolik beni efirdən sonra yıxsın. Ben aldım onun əlindən telefonu. İnanırsın Kumral'ın sabah gələndə görəcəkdi mənə. Ben onun əlindən telefonu aldım canlı gedə-gedə. O dedi ki benim nömrəmi Tolik'e verin efirdən sonra mənə əlaqə saxlasın. Sen bilirsən ben səni çox istəyirəm tərəziyə qoysun. Məni o bursa tərəf vecimə də deyir. Özün de bilirsən. Məni heç kim puluyla alabilmez ya da efirmə gəlməməklə qorxuza bilməz. Tolik başıma dönüm. Elə o biri tərəfin təsiri çoxdur bu şeylərdə. Yox, bir dənə onu verirəm. Amma mənə dedi ki, sabah da Qunurla deyəcəyim, göstərəcəyim. İstənilən Niyaməddin müəllimin mahnısını oxuya da bilər. Ürəyi istəyir, klip də... Bir dəqiqə Tolik. Qumral o mahnını oxuyanda biz efirdəydik, Zarun verilişində. Mən baxmışam. Qəflətən mahnı gedəndə Musa baxdı mənim üzümə, mən baxdım Musa'nın üzünə. Çıxanda da dedim ki, Qumral, niyə bu mahnını oxumusan sən? Niyə? Bilmirsən, bu bizim düşmənimizdir. Düşman deyil axı. O bursa düşmandır, öyle düşman deyil sizə. Düşmənçilik olmasa 50 adam oxuyubdu dünya sən dünya mən. Qumralı sildirməzlər. Düşmənçilik aparırlarsa mən də düşmənçilik yaparım. Bayaqdan da burada artıq əskiydə başqa şeylər danışmışam. Mən özüm gözəl tanıyıram Röyanı. Təbii ki, mən bilirəm, mən qarışmaram da, ixtiyarım da yoxdur. Tolik, onlar 2 dəqiqə mənə. Mən özüm o vaxtdan heç nə danışmamışam ki. Mən özüm lazım olanda Röya gilə getmişəm də, oturub o Niyaməddin... O deyir mənə, o deyir ki, Qumral deyir mənim nömrəmi tapmaq onun üçün 1 vur 1'dir. Bir dənə deyəydi ki, Nadirə dinən ki, onu askıdan götürsün. Mənə deyəydi, gecə mən o videonu görmüşəmdir. Mənə bir ki... Başa düşməyib də, indi siz başa düşün də. Mən ona görə pis oldum da ki, Qumral niyə hər yoldan keçən müğənni Qumrala girməlidir. Gördüğüm burada da sen burada. Özü bilirsin kimler quracaq. Qumralın nənəsi yaşında olanlar Qumrala güləcəklər ki, ama adamın Allahı var. Röya nə mənim Niyaməddin müəllimlə asılacağım yoxdur. Sənətkardır, ona böyük hörmətim var. Röya ilə ümumiyyətlə münasibətim yoxdur. Ama mənə dedi ki, Qumral bilsin ki, onun əmi kimi görür, onu necə görür görsün, onun bütün repertuarına müraciət edə bilər. Hayır Tolik, qulaq az. Sən haqqı deyənsən. Orada Axı mənə dedi, mənə telefonda dedi, necə tanım? Mənim bu qulağım var ha. İstəyir Musa olsun, istəyir Tolik olsun. Axı sən orada bəzi şeyləri görməmsən, orada kəsikləri görürsən sən. Yo, qulaq az. Sən kəsilib görənləri 20 dəqiqə bir söhbət eləmişik telefonda oynan. Sən cəmi 3 dəqiqəni görürsən. Sən bir gir YouTube'da bax da verilişə. Tolik, mən gördüyümü deyim bir dənə. O azdır gördüyün. Deyir ki, məni bilirsən nə təsir elədi? Deyirlər Yox. ki, Qumral deyir ki, Niyaməddinin nəvəsidir yazıb. Az. Qumraldan artıqdır Niyaməddinin nəvə. Nə olub? Yox, mənə dedi ki, sən Təranə xan bayaq deyirsən ki, güya mən demişəm ona ki, sən Qumral o sözü düzəltsə oxuya bilər. O deyib, yox deyib oxuya bilər. Niyə olmaz? Ürəyinə istəyir eləsin. Aranjmanı da değişsin, necə istəyir oxusun. Yox deməyib oxumasın. Mənim efirimdə olub bu, kəsib qoymayıblar. Sənə indi linki göndərəcəyəm. 20 dəqiqə danışıb, bütün hamısı var mənim YouTube'umda. Olar, Qumralla problem, mən də elə bildim ki, kimsə qızışdırıb onları səhər-səhər yığıb. Amma mənə etdi ki, Təranə də bilir məni, mən niyə görə buradayam, kimə görə buradayam, necəyəm. Mən Qumrala heç bir çünki onlar deseydi məni bilirsən də. Niye şeyleri mən aparıcıyam. Necə olur başka verilişlerde kimse danışabilir. Ama hakkını da diyeyim. Prosta əsəbləşdirin. Özüm dedim ki Təranə xan biraz canım mənim sabahı gözlə. Qurban sabah Qumral bizdətdə başıma dönüm. Ama mən Qumraldan xahiş edirəm. O mahnının Niyaməddin müəllimə xeyir duasını alsın. Ona bir klip də çəkdirsin. O bəzilərinin acığına
Belə klipin də çəkdirsin, gəlsin belə mənim də verişimdə onu prezentasiya eləsin bəzilərinin. Çünki Niyamətli mənim çıxanda da dedi ki, Sabah Qumral, mən bilirəm, bəlkə Sabah Niyamətli mənim efirə bağlayacaq, sən niyə əsəbləşirsən? Tolik, əsəbləşmirəm. Mən danışandan, başlayandan, mən dedim ki, o şey var, sülalə var, onların toplumu. Hamısı qurban olsun Niyamətli Musayevə. Hamısı əvvəlindən ilkələ qədər. Mən o kişiyə qurban eləmişəm hamısını. Mən bildiklərimi də qarnımda saxlamışam. Bax, burada sinəmdə saxlamışam. Nə üçün saxlamışam? Bir dənə Niyamətli Musayevə görə. Niyə? O kişi bunlara qatılası deyil. O kişi tam ayrı bir adamdır. Xalq artistidir. Şöhrət ordenlidir. Nə prezident təqaüdçüsü. Amma o adam var ha. O bunlara qatılası deyil. O tam başqa. Mən inanırsan o niyə çağırmışdım Tərənə xanım? O elit star cəmli onun haqqında o qədər əsəbləşmişdim ki, yəni kişinin 80 yaşı olacaq. Nə olar gedib pul qazananda? Mütləqdir ki, gərək bəziləri kimi çıxıb efirdə ağlasın. Yox, hələ. Ona görə o kişini çox istəyirəm. Kim baxır komentariyaları? Açın komentariyaları. Orada niyə bağlamıyorsunuz ki komentariyaları? Tərənə xanım, inanırsınız ki, o kişiyə məclis verdim, getdi, məclisdən çıxanda yığıb mənə ki, Tolik harda görüşək, sənə hörmət edeyim. Dedim, sənətkar, ayıb deyil, mən sizdən heç pul alaram. Çıxanda da dedi ki, vallah mənim dili Qumralla bir problemimiz birdən elə bilərlər ki, deyir. Bir dənə qulaq, ona reklamda bir damcı qulaq astırdım. O qədər yaxşı adamdır ki, onun qəlblərini bilək. Quran haqqı, Musanı da, bax, deyirəm, insanlar nə qədər çiğ südəmiblər. Mən o kişini indi demirəm. 32 ildir mən deyirəm ki, mən sizin hamınızı qurban eləmişəm o kişiyə. İçi Musa qarışıq. Mən bunu deyirəm, ona görə susmuşam, dinməmişəm, danışmamışam, danışılası da çox şeylərim var mənim. Amma görsən, bax susmuşam. Niyə susmuşam? Bir dənə Niyamətli Musayevə görə, bir dənə qurban olsunlar. Bir dənə sevgimə görə. Sevgim var arada. Bir de Musa'ya göre yok ha, sevgime göre. Dostlar, mən Qumralın haqqını qorumaram. Qumral bu ailədə biraz kəsiydi, nə mənada? Qumral həmişə çalışıb özünü müdafiə edesin və bu onun üçün o ərk eləyib, əslində adam doğmasına ərk eləyər də, bilirsiniz necədir. Amma orada bəzi məsələlər var. Sabah Qumralın özünə göstərəcəyim yazışmaları. Mən demişəm də bu günlərdən. Prosta Qumral, mən pis oldum da Qumrala görə də. Çünki o qız əziyyəti ilə onsuz da elə kimin cəmaatın ağzı torba deyil ki, yumasan. Amma mən haqqını da deməliyəm də. Mənə 2 saat bundan qabaq Röya zəng vurdu. Heç məndə onun nömrəsi də yoxdur. O sənə bayaq zəng vurmuşdu. O mənə dedi ki, siz məni niyə efirə bağladınız ki? Mən axı efirdə istəmirəm danışım. Mən ona dedim, Qumral da xəttdə idi. Qumral efir xəttində idi. Mən oynan oradaydı. Qumral telefon xəttindeydi. Mən isə oyuna əl telefonuyla danışırdım. O bilmədi ki, mən onu efirə salmışam. Qəflətən elədim buna. O da pis oldu ki, bəs Tolik bəlkə mən dedim, narahat olmayın, siz pis söz deməmişsiniz. Birdən agresif görünər falan. Amma sənə indi Tərənə xanım 20 dəqiqəlik danışığımızı göndərəcəm. Bax ki, nə? Orada pis söz deməyir. Mən bir söz demirəm. Heç mənə lazım da deyil. Göndərmədə heç kimin danışığına da qulaq asmaq istəmirəm. Mən gözümlə gördüyüm 2-3 parça şey var ki, Röyanın səslərini mən qulaq asmışam. Orada deyir, mən nə acığım tutdu. Yazıblar ki, ay bala, Niyaməddin vaxtında evlənmiş olsaydı, Niyaməddinin nəticəsi də var idi. Nə olsun ki, deyiblər Qumral, yazıblar ki, Qumral nəvəsidir. Hamı bilir ki, Qumral onun nəvəsi deyil. Yenə deyirəm, o mənim acığım ondan tutdu. Mən ona görə sildirdim ki, sözü burada mən bilirəm ki, Röya bu səhifədədir. Eşitsin ki, sən Niyamətli Musayevin varisisən, sən söz yazarı, dəyərlimiz, xalq şairimiz, nə bilim belə canımız, gözümüz. Bizim xalq şairimiz Məmməd Arazın varisi deyilsən. Orada söz səhv deyilibsə də sənə dəxli yoxdur. O sözün sənə dəxli yoxdur. Çünki sən Məmməd Arazın varisi deyilsən. Onlar söz yazarıdırlar. Oradan zəng edib desəydilər ki, bizim atamızın, əmimizin sözünü niyə Qumralsa? Haqları var idi. Amma sənin bu günləri sözü müdafiə eləməyə haqqın yoxdur. Çünki orada sənin atan musiqi yazıb, sözlər Məmməd Arazındır. Sən atamın varisisən, orada sözün də varisi var. Heç kimsən sən burada durub deyəsən ki, sözü səhv deyib ona görə. Falan şeyi səhv deyib. Sözünüz də var, çıxın qabağıma. Davavız da var, gəlin dalaşaq. Qaydın keçmişə.
Qaydın keçmişə. Yenə deyirəm, mənim uşağım haqqındadır bu söhbət. Ona görə mən qarışdım. Yoxsa Musa Musayevin Təranə Qumralın mahnılarını illərdir cəmaət oxuyur, reklam olur. Onunla gəlir çörək qazanır, çörək. Yeyin də, heç vaxtda heç nə deməmişəm. Bu YouTube'dan sildirmək qurtları, içi qurtdular. Nə deməkdir? YouTube'dan sildirmək nə deməkdir? Sildirirsiniz bunu. İndi oxuyub da düz deyirəm, mən dedim ona ki, onlar bizdən düşməndir. Sən nahaq yerə bu düşmənçilik davam edirsə davam etsin. Etsin davam. Heç mən görsəm fərqində deyəm. Belə şeylər heç mən... Yox, heç sənə lazım deyil daxı. Sən bilirsən ki, onlar bizlə düşmənçilik yaparırlar. Get başqa adamların mansu. Niyə oxumusan onu? Görürsən deyir ki, görürsən paxıllığın dərəcəsini. Deyir ki, mən sənin çoxdandan mahnı oxumuşdur. Nə mahnısıdır o? Oxumuşam, Kölgəm qədər. Kölgəm qədəri oxuyanda sənə dərs olmalıydı. Bunun danışmağına bax, sən. Tolik durub indi bu tərəfin saxlamağına deyil. Yox, mənə Təranə xanım bir dəqiqədə mən efirdə bunları bilmişəm. Mənim heç mən onu Qumralın, bax mən sizində Atıqova Qumralla danışadan mən Telegrama gecəyin attım bunu. Mən Qumralı müdafiə eləmək istədim. Və Niyamətli müəllim mənim efirimdə demişdi ki, mənim mahnımı kim istəyirsə oxuya bilər. Ürəyi istəyən adam oxuya bilər. Demişdi. Mən də oradan elə bir, yəni ki, əlk eləyərək... Mənim röyə neyniyəcəyim mənə, yoxsa Niyamətli müəllim mənə neyniyəcək, yoxsa oburslar mənə neyniyəcəklər ki? Heç kim heç nə eləməyəcək. Mən bu şeylərin içində olduğum üçün, sən deyirsən, özü deyir. Bu Röyanın sözü deyil də. Mən Röyanı elə gözəl tanıyıram ki, mən bilirəm ki, quraqdan onu qızışdırıblar. Niyə bunu eləyib? Sən haqları sənin əlindədir. Söz, mən yenə də deyirəm, sözümdəyəm. Yenə də deyəcəm ki, sözü, sən deyirsən, cütlənmiş ya cütlənmiş. O cütləşmiş demirsən də. Hə. Onun sən nə ixtiyarın var ki, sən onu deyəsən ki, sözü səhv oxuyub. Sən söz yazarının varisisən. Deyir ki, quşlar cütləşir, zər cütləşir. Qumral, Tolik, Qumral bilmir. Mən o söz deməmişəm, mən də cütləşmiş bilmirəm nədir, bilmirdim. Qulaq as, bunlar gör nə qədər araşdırırlar, cütlənmiş, cütləşmiş. Amma da fərqi nədir ki? Yəni bunu babam ölüb vəlvələdən, zəlzələdən. Qumral bunu oxuyub da onsuz da cütləşmiş deyib. Dedim qızım, sən burada niyə cütləşmiş demisən? De ki, olmaz cütlənmişiz. Dedim yox. Çünki Qumral Rus sektoru qutarıb, o sözün dərinliyinə vara bilmir ki, o nə deməkdir. Nə demək olduğunu bilmir onun. Ona görə də elə oxuyub mən onu başa saldım. Dedim ki, sən böyük səhv eləmisən bizim düşmənlərimizin mahnısını oxumusan, nahaq yerə oxumusan. Lazım deyil. Onlar ki bizdən düşmənçilik aparırlar. Gedib oxuma onların mahnısını. Götür Musanın nə qədər mahnısı var. Hamı oxuyur, sən də oxu. Türk mahnısı oxu. Vacib demək ki, sən onu gedib kölgə... Amma adamın Allah'a var. Qumral qəşəng oxuyub bu mahnı. Öz janrında gözəl aranjman edib. Bir dəqiqə. Tolik, başıma dönüm. Mən özlərini ki, onlar deyirlər, bəstəkar. Açqımı taxımı gözüm. Belə irildirəm gözümü. Bax, bəstəkar deyirlər ha. Onların heç birisi bəstəkar deyil. Məsələ deyirəm, onu sübut da eləyərəm. Sübut da eləyərəm ki, onların heç birisi bəstəkar. O hamısı İran mahnılarıdır, hamısının yazdığı. Hansı bəstəkarlıqdan danışırlar? Hansı nota köçürdüblər onları? Hə? Amma əqli mülkiyyət Musa müəllimdə də vardı o mahnıya. Musa müəllimdə var, Musa müəllim də bəstəkar deyil. Onlar mahnı yazarıdır. Sadəcə olaraq mahnı yazarıdır. Onlar bəstəkar sayılmırlar. Mahnı yazarıdılar onlar. Mahnını yazıblar. İstəyir kim olur olsun. Mən bilirəm də Elza Seyidcan bəstəkardır. Bunu mən deyirəm. Kimdilər? Mən bəstəkar mən bilmirəm. Mən bəstəkarlar bilirəm kimlərdir. Amma bir söz deyim, keçsinlər günahımdan. Mən o mahnını 40 ildir qulaq assam, mən o cütləşmək kimi eşitmişəm. Bir o mahnı var, Məhəbbət Kazımı var. İndi məndən küskürüb. O bir dənə mahnı var, indi məndən küskürüb. Biri oxuyur, indi məndən küstün, indi məndən küstün, dağlar boyda dağ. Orada əslində küskürük deyil. Mən də bunu cütləşmək kimi eşitmişəm. Bu qulağıma cütləşmək kimi o vaxtdan elə bilmişəm o sözləri. Qurban sənə. Onu Qumral oxudu deyə. Biz uşaq deyilik, biz çörəyi qulağımıza yemirik, biz hər şeyin gözəlini bilirik. Mən bilirəm nə deyirəm. Bir dəfə Şəmkirdə toyda bir nəfər var məndən qarşı tərəfinə, mənlə dalaşan. Gəldi dedi ki, $500 verirəm, gəl burada bir mahnı var, onu oxu. Mən dedim, onu oxumuram mən. Niyə oxumuram? İstəmirəm, oxumuram. $1000 verirəm, oxu. İstəmirəm dedim, qardaşım, mən o mahnını istəmirəm də. Mən o adamı sevmədiyim üçün o mahnısını da oxumuram da. Bu şeyləri də sonradan mənə deyirlər ki, o istəyirdi ki, sən oxuyasan bunu telefona çəksinlər, gətirib sonra göstərsinlər, PR eləsinlər özləri üçün, sosial şəbəkədə.
Mən də bilirəm ki, bu günləri Qumral o mahnını oxuyub 50 də rock stilində getdilər, oxudular onu, düzdür? Alqışlar, nəyə görə getdin onlarla duet oxudun sonra? Hə? Bizim millət öyrəşib. Yenə deyirəm, o kişinin heç bir günahı yoxdur. Mən bunu deyirəm, çünki mən onun sifəti var. Onu gördüm ki, o necə də həm əsəbləşib, həm nəyinə lazımdır ki, onun bu söz söhbət. Ax, bu kişi özü deyib ki, ay cavanlar, götürün mənim mahnılarımı oxuyun. Nə dəxli var ki, indiyənə kimi hamı elə bildi ki, Neynim sözləri də musiqisi də Niyaməddin Musayev'indir. Amma Musanındır. Biz görəndə ki, onlar elə ədavət aparır bizdən. Sabah mən deyirəm, qırğın düşəcək. Bütün Musanın nə qədər mahnısını oxuyan var. Vətən oğlu, şəhidlər, Neynim, sonra ondan sonra sevgi dolu dünyamız. Bilmirəm, yadımdan çıxıb yazmışam nə qədər. O günləri Tolik, o səni səndən çox sevirəm mahnısı var. 5 ildə onu oxumuşam. O günləri mən Səndən çox sevirəm. O günlər deyirlər ki, onu oxuma. Valla niyə oxumayım? Mən onu elə mən məşhurlaşdırmışam da. Kimlərinsə acığına gəlib onu YouTube'dan güdüm gütsül. Gütsüldür. Nə dəxli var ki? Onsuz da elə... Ayağına yaxşı da bu YouTube çıxdı ortalığa. Qurban olma. YouTube yox idi. Ac qalırdılar cəmaat. Bilsinlər mənim YouTube səhifəmə baxsınlar. Mən heç bəlkə də 2 il, 3 ildə oraya bir dənə mahnı qoymuram. Çünki mən YouTube'dan nə pul almıram, nə pul güdmürəm, heç nə eləmirəm. Onsuz da Qumral o mahnı oxuyanda o mahnının qazancının yarısından çoxu müəllifə gedirdi. Yəni onlar da bilirlər onu. Yəni Qumral elə belə onu YouTube'a qoyub ki, Qumral onu... Prosta mənim maraqlı gəldi ki, burada üçüncü şəxslər varmı ortada? Yox, onu atdılar mənə. Tolik, başına dönüm, sən gözəl bilirsən. Sən o qədər ağlısan ki, mən istəyirəm ki, sən o tarixin bir günü var. Haqqın sözü yazasan orada. Tarixin haqqı, tarixlə... Yox, afətlə düzünə. Bəli, sən dəyiş o şeyi tarixlə düzünə, tarixlə haqqın sözü, nə bilim, nəsə belə bir şeylə, tarixlə düzünə, super. Vallahi elə tarixlə düzünə yaz, sabahdan onun adını dəyişdir. Çünki sən sözün düzünü deyirsən, sən bilirsən kim kimlə ədavət aparır, kim kimlə düşmənçi, o sən gözəl bilirsən bunları. Bu şeydə... Mən bir şey bilirəm ki, bu show biznesdə Qumralın uşaqlarına toxunmayın. O ana kimi o caynağını alıb gördünüz. Sevginin gördünüz oxumağını, bütün xalq sevgini necə alqışladı. Həyatdır, insan bir dəfə büdrəyər, bir dəfə qalxar, bir dəfə bugün xalq artistləri var. Mənzurə Musayeva 40 ildir tüğyan vurur toylarda. Zaurun verişində oxudu Yalçının, quşu buraxdı xoruzu dalbadan. O boyda Samir Cəfərov, Təyyar müəllim, ola bilərdi orada zili səhv tutdu, amma sənətkardılar. Onlara belə bizim millət başladı söz deməyə. Yəni ona görə bizdə bu var. Qumral ürəyi istəyib, oxuyub və mən də bir şey gördüm ki, yəni yenə də deyirəm, inciyəcəksən məndən, amma deyim, yəni qarşı tərəfdə mən də ağıllıyam. Bilirsən, mənə kimsə zəng vurub desəydi ki, mən sabah qadağa qoyuram, mənim haqqımda orada danışmağı deyərdim. Çox sağ olun. Sabah konsert olacaq, 3 manata səsli, 5 manata səssiz. Amma mənə başqa sözlər deyildi deyə. Ona görə mən amma Qumrala görə doğrudan da bir balamın canı üçün çox pis oldum. Onun canını verəni güclüdür. Gördü ki, işlər qarışır. Çünki Qumralın danışığında bir pərt olmuşdu ki, ərk eləmişəm, ailə bilmişəm, bilirsiniz, əti sümükdən daha ayrılmaq olmaz. Nə bundan sonra Musa gedib təzdən, Musa bundan, ay cəmaat, burada 7400 adam var, agah olun. Musa bundan sonra təranəni 100 ildə yaşasa, bir gündə buraxan deyil. İstəyir belə qohumları, bütün Musa'dan uzaq olsunlar. Musa təranəni sevir, bunu qəbullanmalısınız. Dala yolu yoxdur. İstəyirsiniz təranə ilə danışın, təranənin nə vecinə. İstəyirsiniz təranə ilə danışmayın, təranənin nə vecinə. Amma bunlar həyatlarını yaşayırlar. Qoyun o Musa yazıq, o kişi xeylağıdır. O içində çəkir. Onun saçları arsızlıqdan yox. Abrından ağarıb, o içində çəkməyi. Təranəyə nə var? Təranə çıxmamsın, yıxıb sürüyəcək. Nə deyəcəksiniz təranəyə? Nə? Nə ilə vuracaqsınız? Təranəni alıb, allanıb, satıb, varlanıb. Mən özüm üçün deyirəm. Qumralın da dağ boyda əri yanındadır. Ay balam, sevənlər üçün oxuyur. Sizə nə var? Onu toya çağırırlar, nə xoş. Çağırmırlar, nə xoş. Ruzunu alacaqsınız əlindən. Bilirsən, Qumral niyə belə bir yaratdı? Deyim. Gördülər ki, birdən-birə bu qız dünya sən, dünya mənim oxudu. Heç kimin oxumağa qədər partlayış yaratdı.
Sevildi bu mahnı. Hara gedirsə sevilir bu mahnı. Mədət, mən niyə 200 deyəm? Mən Röya xanımın da deyirəm ki, o belə Qumral haqqında pis heç nə deməyib. Deyib qurban da ona bütün mahnılar. Mən 200'də olub neynəməliyim? Gedib hansısa bir xalanın yanına yıxılmalıyım ki, bir üzlü olum. Ehtiyacım yoxdur. Ay nə bilim, çox danışdım. Mən o əvvəldən o qoşularından bilmirəm, sən mənə qulaq asdın, asmadın. Mən bir də o yerinə girdim ki, dediniz ki, o deyib oxumazsam, o söz demədi oxuması canlıdır. Dedi, ürəyi istəyir, sözün değişsin, oxusun. Ürəyi istəyir, getsin, hətta mənə bayaqda klip də çəkdirsiniz. Ürəyi hansı mahnını istəyir, oxusun, bunu da oxusun. Yəni adamın Allahı vardı. Efirdə elə söz demədi Röya. Yox, mənə bayaq telefonda dedi ki, ürəyi istədi, mən efirdə. Dayı, mən gördüm burada deyir, sonra görə girdim, sabaha saxlamışdım. Hayır, başına dönərəm. Sən məni get efirdən söy. Sonra gəl telefonda zəng elə mənə belə istəmişdim, səni söydüm. Yox, efirdə olubsa efirdə deməliydi onu. Gəlib burada girib səndən danışma. Bilirsən niyə? Onun müəllimi güclüdür. Mən istəmirəm burada çox şeyi açıqlayım. Sənlə görüşəndə mən ya sənin verilişində mən onları açıqlayaram. Onun müəllimi güclüdür. Onun müəllimi büyünləri tez o efirdə... Sən onsuz da bizdə səndə gələn həftə amma. Geldi. Tez böyle fırt yazdı ki sen onu tez Tolik ağıllı adamdır. Tolik bildi ki seni biz örgətmişik. Sen çıktın dedin. Sen bilirsən də mən kimləri deyirəm. Ay Tolik elə açaram sözünü də deyirəm. Lazım deyil. Mənə lazım deyir ki sabah məni arvat kimi aparım. Reklam vermə. Ama ki deyirəm yəni bunlar heç ay gedib məhkəməyə verəcəm. Ha duxunuz var. Gəlin çıxın aladana bozdana. De gəl çıx meydana sözünü de. Kimdir məhkəməyə verəcəm? Elə söz olmayıb can. Məhkəməyə verəcəm söz olmuyor. Onu demirəm, deyirəm buradan elə sözlər deyərəm ki, qaça sabah gedəcəklər avtohalarını al bəllərinə, qaçacaqlar da. Bəzi adamlar var. Mən biləm o Yo, lazım deyil, qurban olun. Lazım. Dostlar, burada heç kimin adını yazmıyor. Lazım deyil, heç kimin adını yazmaz. Tolik əlində əlaclar olsa sevgimi də qoymazlar, oxusun ki, amma əlacları yoxdur. Akademik Brilliant Dadaşova dəstəkləyir sevgimi, deyir ki, ay sevgim. Bu günlər sevgim akademiyada oxuyur. Vakalı qutarıb. Vokalisti, xanəndədir. Görün nə qədər pianisti, bəstəkardır. Heç kim onun qarşısını dura bilməz. Büyünləri Qumral demir ki, mən sənətkaram. Qumral deyir ki, mən oxuyuram, mənim hobbimdir. Qumral beynəlxalq əlaqələri qutarır. Ay balam, Qumral qədər oxuya bilməyənlər var. Heç Qumral kimi oxuya bilmirlər. Heç olmasa Qumral deyir ki, mən öz səsim qədər oxuyuram. Ondan artıq Qumral çıxıb demir ki, mən nə muğam oxuyuram, neyinəcəm. Qumralın da bugün paxıllığını təraniyə görə çəkirlər. Musanın da bugün paxıllığını təraniyə görə çəkirlər. Sevgimin də paxıllığını təraniyə görə çəkirlər. Hansı ki, hələ o biri qızımı da gətirirəm. Narahat olmayın, Tolik. Gələcək sənin verilişivə, o biri qızıma. Fidanı da gətirəcəm sənin verilişivə. İndən sonra da evimdə işləyən qadın var, Ofelia, Ağdamlı. Onun da qəşəng səsi var. Qavalını götürəcəm, gətirəcəm sənin efir hamısını. Yığacam. Bir şey yoxdur. Məni də bir dilbərəm, onu oxusun. Təranə xanım, sən niyə əsəbləşirsən? Sənin bu gül üzüvə, təbii üzüvə niyə qırışlardı o? Yox, mənim üzüm qırışmaz. Mənim. Sən axı bilirsən ki, səni biz belə də sevirik. Ona görə də boş ver, içində... Sabah Qumral, 10 dəqiqə tez gəl efirə. Qumral, sabah 10 dəqiqə tez gəl efirə, səninlə söhbətin var. Yaxşı, Tərənə xamsı öpürəm, Musa müəllimə salam deyin. Özünüzdən müğayət olun. Allah Teala ətrafımızda mərdimazarları, pis insanları uzaq eləsin. Və hər şeyi yapsın. Nə qədər ki biz təranə gurulduyursa, mərdimazar da var, paxıl da var, ağzı əyirlər, göz əyirlər, burnu əyirlər, burnunda danışanlar var. Onlar da var, hamısı da var. Ona görə də təranə nə qədər gurulduyursa, onlar da var. Har-hur böyrümüzdə qapacaqlar, sən də, mən də. Öpürəm səni. Öpürəm sizi, özünüzdən müğayət olun, hamıya salamlar, öpürəm. Sağ ol. Belə. Bu qədər. Gördünüz? Canlarım mənim. Yox, duran ay Qumral buradan getdi, ay oradan getdi, nə bilim neynədi. Az Qumral çıxdı bir kəlmə sözün düzünü dedi ki, kabinetlərdən pul qazanırsınız. O dedi mən, bu dedi mən, bəs kim? Hamı deyir ki, hamı pisdir. Bu yaxşı kimdir, gətirin görək. Bu yaxşı kimdir bəs? Vallahi billahi. O təzə çıxan şeylər var, xanəndələr zatlar. Axşama qədər özünüzə qismət olsun. Qəşəng pullar qazanırsınız. Ad da çəkmirəm, yaxşı edirsiniz, qazanın da. Niyə qazanmayasınız ki? Kabinetə nə olub ki bəyəm? Gedin qazanın da. Oy dədə, ayağı buz doldu.
Mənzura Musayeva var idi burada. Hara getdi? Yoxsa adını yazmışdınız nəysə Mənzura Musayeva. Hə, sözünü yox az istəyirsən 5 dənə universitet qutar, akademiya qutar, nə bilim haranı qutarsa qutar, sən 2 dənə sözü dalbadal danışa bilmirsən. Ay burnunda danışan tıntınışqa. Qıl verirsiniz indi, qaz verirsiniz kimlərəsə. Az qaz verməyə, qaz vermə bala. Buradan xaricə qaz vermə. Ona görə də hər kəs dilini özünə qoysun. Bəsdir məni danışdırdınız. Gedin burnunuzun 50 dəfə kəstirmirsən burnuvu. O şey nədir o da burnun da qalmayıb. Çürü Ətiqullahın burnuna oxşuyur. Bizdə bir Ətiqullah vardı. Burnu çürüyürdü günü-gündən qalmışdı belə deşiyi. Gedin özünüzə baxın. Kimdən danışır? Gedin bozbaşınızı bişirin. Sakit dur ay arvad səndə. TikTok'da oxşuyur. TikTok'da danışıram. Kimdən danışır? Qumral bizdədir bəli Suli xanım. Xoş gəldin sən də. Özlərinə bax bunların. Buradan o qədər şey var ki, o ələkçinin qıl verənləri var. Ələkçinin qıl verənləri. Buradan ələkçinin qıl verənləri. Qıl verirsiniz ki, o tərəfə. Az mahnunu sildir, az mahnunu sildir. Nə günə qoybaz? Deyib cütlə. Az özləri o qədər cütləşirlər ki, qoy görüm. Deyən, o qədər özləri cütləşməklə məşğuldular ki. Cütləşməklə məşğulsuz. Ona görə cütləşməyi cütlənmişlə bir tutursunuz. Cütləşmək. Deyir ki, rəqs eləyir. O mahnı başa düşmürəm. Yəni ki, mən remix variantı oxumuşam. Yəni öz tərzimdə. Neyinə Az yaxşı eləyirəm, rəqs eləyirəm. Kimə nə? Biri deyir rəqs eləyir, biri deyir sözdə. Ay Allah, necə? Gözləri götür. Allah haqqı. Az gözləri götürməyən gözü çıxsın. Kim olur olsun. Yenə deyirəm, mən hamısını qurban eləyirəm. Hamısını. Все, bitti. Bu qədər. Qayd elədi. Səhər sizə materiallar var. Materialınız var polnu. Qulaq qulaq. Bir dənə çıxar əsas. Yox, çıxmaz. Altdan. Yox, qulaq. Gəlsin də, nə olacaq ki? Kim deyil? Olursan qoru. Xəbərlər gəlir amma. Bir arvad idi. Bir arvad idi. Xəbərlər gəlir. Səs Sən almışdı. lanet olma. O şey o yer oturmuşsan ki. Yəni sən girmək istəyirsən. Yok mu? Ha. Deyir ki, özünə əsəbləşdir. Düz deyildən, özünə əsəbləşdirmə, rədd olsunmadan. Yox, söhbət rədd olsundan getmir. Deyir ki, hələ bilmir ki, bu efirə gedir belə sözlər danışır da. Mənim də danışacaq sözlərim var da, amma lazım deyil də. Oturun yerinizdə da. Mən vallah sevgimin xətrinə, yenə deyirəm, mən heç nə danışmaq istəmirəm. Olan olub, keçən keçib, nə danışmısınız, nə danışmamısınız. Deyirəm ki, əşeyib yoxdur. Görürəm ki, amma qurdalayırsınız. Qumral mahnını oxudu, Qumral filan şey oldu, nə bilim nə oldu. Az gedin, oturun ev eşiyinizdə. Çox da gözəl oxuyub. Mən gördüm ki, yəni Qumral onu çox qəşəng oxuyub, ona görə də o söz-söhbət o qədər böyüdü, qalxdı. Bəli, gözəl oxuyub. Bəli, 50 dənə adam oxuyub, hamısı oxuyub. Amma möhrünü vuran Niyaməddin Musayevdir, ondan sonra da ən gözəl oxuyan Qumraldır. De gedin, bunu istəyirdiniz. Yox, gör nə qədər bunların içində qurt var. Gör nə qədər qurt var ay bala bunların içində. Yox, gəlin Qumral qədər kübar olun.
Qumral qədər mədəni olun. Mən gördükcə ki, siz az basıb gözünüzü çıxardaram sizin. Görürsünüz, Qumral mədənidir, tərbiyəlidir, sakitdir, söz demir. Bəsdir, ne? Bu da zarun verilişidir. Getmişəm, görürəm, xonçalar, boğçalar, kəlağayı hazırlayıblar. Uşaq şok olub. Deyirəm, bunlar nədir? Gətirib verirsiniz uşağın əlinə ki, apar şirin çay payla. Az bəstirin az. Bəstirin. Efir xatirinə nələr eləyirsiniz? Ne baxsan arvad? Vallahi bir günləri getdik zarun verilişinə, rəngarəng verilişinə. Gördüm orada kəlağayı var, gördüm orada xonçalar var, gördüm orada gül dəsti var. Az bala bunlar nədir belə? Getmişik ki, teatr quracağıq. Sevgim burada, sevgimin başına kəlağayı örtəcəyik. Nə bilim, güya sevgimə gətiriblər, kəlağayı gətiriblər güya. Nə bilim, az mən qorxmuram. Mən sözü olanda bilirsən, mən onu eləməmişəm, onu deyəcəm. Məni assalar da deyəcəm, kəssələr də deyəcəm. Güya. Nə düzüblər, nə qoşublar özlərinə teatr çıxardıblar. İndi də bu sevgimin nişanı olmadı. Azı teatrdır bala. Efirdə olan şeylərin 10%, 20%-nə inanın. Bəzi efirlər deyirəm ha, bəzi efirlərdə olanlara. Heç vaxt sevgim nişanlı olmayıb. Heç hərili də olmayıb. Bəstirin. Teatr yox şeylər nədən onların adı? Verilişlər. Özlərindən reyting xatirinə. Ya bunu belə eləyək, onu belə eləyək. Hamısını qatdım, qarışdırdım büyünləri. Açdım hamısını. Açacağım hələ bəzi verilişlər var. Getmişik verilişə. Vallahi düz deyirəm. Gördüm qatlayıblar. Armudu stəkanlar, nələr. Uşaq da şok olub. Uşaqdır da. Ne olar qobu olsun, yaxşı olsun. Ne olar qobu olsun, falan olsun. Teatr düzəldiblər burada. Sən ölməyəsən, hünərimiz var, bundan sonra aferiskalar, boş-boş bəzi verilişlər, boş-boş şeylər düzəldin, ha. Hamınızı biabır eləyəcəm. Madinə harda demişəm? Ay Madinə. Elə şey olur ki, oğlanın anası gəlmir, hə? Oğlanın dədəsi gəlmir. Necə olur o şeylər? Elə şeylərə inanmayın. Üzüyü də Qızıl mağazinindən getmişdilər. O hansı Qızıl mağazini idi az? Qızıl reklam edirdilər. Bizdə elə şey olmayıb. Girin mənim səhifəmdə baxın, o ad günü idi bala. Ağıllı olun bəziləriniz. O ad günü idi. Səhifəmdə yenə də var. Gedin baxın. Ay qız verilişdir də. Şo adamları belədir. Şo xətrinə hər şey eləyirik də. Qurma qururuq. Nə bilim, kəlağayı gəlir. Məsəl üçün, yalandan evləndirirlər, zaks eləyirlər. Ondan sonra deyirlər ki, boşanıblar, boşanma kağızı göstərirlər. Bütün verilişlərə aid deyil, bəzi verilişlərə. Yazın, sizə material verdim, bol mu? Gedin keyf eləyin. Qayd elədiniz, səhər yapışdırarsınız hər yeri.